Uşaqlar, hər vaxtınız xeyir. Verilən ifadənin həllinə baxırıq. Bizə verib ki, A bölünsün 2 bərabərdir B bölünsün 3 bərabərdir C bölünsün 4. Bu ifadələr hər biri bir-birinə bərabərdirsə, o zaman bu ifadəni bərabər edərəm bir x-a. X-a bərabər etsəm, bu ifadə də x-a bərabərdir, bu ifadə də x-a bərabərdir, bu ifadə də x-a bərabərdir. Və nəticə olaraq A bölünsün 2 bərabərdir x. Çarpaz vursam A-nı tapıram 2x. B bölünsün 3 bərabərdir x. Buradan B nəyə bərabərdir? 3x-a. C bölünsün 4 bərabərdir x. C nəyə bərabərdir? 4x-a. C-ni tapdım, B-ni və A-nı tapmışam. Və bu ifadə 30-a bərabərdirsə, gətirib A-nı, B-ni və C-ni yerinə yazaram. A-nı neçə tapmışam? 2x. 2 vurulsun 2x. Üstə gəlinsin. B neçədir? 3x. Çıxılsın, C neçədir? 4x. Bərabərdir 30. 4x üstə gəlsin 3x, çıxılsın 4x bərabərdir 30. 4x müsbətdir, mənfidir, getdi. 3x 30-a bərabərdirsə, mənim x-im 10 olacaq. X-i 10 tapdım. Və ən sonda A, B, C-nin cəmini soruşur, düzdür? A, B, C neçədir? A 2x, 3x, 4x. Bizdən A üstə gəlsin, B üstə gəlsin, C-ni soruşur. Yəni nəyi? 2x üstə gəlsin, 3x üstə gəlsin, 4x. Bərabər neçə x eləyir bu? 9x eləyir. Və x-imin qiyməti 10-dur. 9 vurulsun 10 bərabərdir 90. Vəssalam. Cavab olacaq 90.